ait suallara baxaq. Dövlət İmtahan Mərkəzindən. A variantda bir neçəsi sadə ədəddir? 11 sadədir, 29 sadədir, 127 sadədir 3 dənə. 36 ədəd neçə sadə vuruq var? 36 sadə vuruqlar 2 vur 2 vur 3 vur 3. Sadə vuruq deyəndə hamısını sayırıq, təkrarlarda sayırıq 4 dənə. Bölən desə 2 və 3 götürəcəyik 2 dənə. 36-dan 80-ə əbub tapırıq. Əbubun tapma qaydasını bilirsiniz. Sadə vuruqları ayırırıq, eyni olanları bir-birinə vururuq. Deməli burada cavab olur. Yazaq yaxşı, yazaq yadısa düşsün. 80-ə sadə vuruqlar 2 2 2 də 5. Deməli 2 dənə 2 eynidir, 4 cavab 4. Əkök tapırıq, 60-dan 175-ə əkök tapırıq. Qayda belə idi ki, böyüyünü yazırdıq. Böyüdə olmayan vuruqlara vururduq. 5, 60-ın vuruqları 2 vur 2 vur 3 vur 5. Burada 5 vuruğu var. Rəqəmlərini toplayanda 13 eləyir, 3 vuruğu yoxdur. 2-yə də bölünmür, 2 dənə də 2 vuruğu yoxdur. 2 vur 2 4. Deməli vururuq bunları. 175-i 4-ə vuraq, birində sonra 3-ə vuraq. Sonra 2 yadda, sonra 3 yadda, 7. Aha, cavab elə 2100. Burada da qayda var ki, eyni ədədin əbubu ilə əkobunun hasili olan hasilinə bərabərdir. Əbub A vurulsun əkоб A bərabərdir A vur B. Yəni 25-i 60-a vuracaq 1500. A ədədi B ədədinin böləni olarsa, bölən A-dır, A deyir B-nin bölənidir. Bölən A-dır, bölünən B-dir. Biz də demişik ki, əbub bölən deməkdir. Deməli, burada B yox, A. Əkоб soruşsa B, əbub soruşsa A. Burada A-dır. Sonra bunların da yenə əkobunu tapırıq. 100-ün vuruqları 2 vur 2 vur 5 vur 5-dir. Burada ancaq 2 vuruqlardır. Ən böyük burada 100-dür. 100-ü yazırıq. Orada olmayan, burada 3 dənə 2 var, burada 2 dənə 2 var, bir dənə 2 artıq yazırıq. Başqa 5-lər burada var. Cavab olur 200. A variantı. Həm 60 həm 25-ə bölünür və qabda 5 alınan ən kiçik ədəd, yəni əkyob. 25 ilə 60-a əkyob tapıb, üstünə qalğı gəlirik. Deməli, bunlara əkyob 300 olmalıdır. Üstünə də qalğı gələndə 305. Yenə burada əkyob A vurulsun əbub A bərabər A vur B qaydasını istifadə edəcək. Yəni 36 vur x bərabər 252 vurulsun 4. Deməli, 252 4-ə vurub 36-ya böləcək. Gəlsin, bunu yazaq, xəsarlardan istifadə edək. Rahat olsun. Bunda 9-a 28 cavab oldu 28. Sonra uyğunluğu müəyyən et. S ortaq olmayan vuruqların hasilidir. Əkyob A bölsün əbub A B C-yə bərabərdir. Bunun C-si 6-dır. C variantlarda 6 yoxdur. Əkyob A əbub B-dirsə, ona görə B ədədi ədədinin bölənidir. Deməli 2 B-yə uyğun gəldi. Sonra A vur B burada 36-nı 6-ya vuracaq. 216. 216 da D-dir. Deməli 1 D-yə uyğun gəldi. Yenə bunlar bir-birinə bölsək C-ni verir. 12 C 12-dir. Deməli 3-ə Y uyğun gəldi. Bir-birinə vuranda A vur B alınır. Olur 300. Bu da A-ya uyğun gəldi. Deməli 1-ə D, 2-yə B, 3-ə Y A. B variantına keçək. B variantında da deyir ki, bu ədədlərin arasında neçə dənə sadə ədəd var. Deməli, sadə ədədlər 23, 29, 31, 37. Birdən hansılar gözündən qaça bilər? 39, 41, 43, 47. Bunlar olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7 dənə B variantı. 180 ədəd neçə sadə böləni var? 180 sadə vuruqlarını ayırsaq 2, 90, 2, 45, 2, 2 yox, 2-yə bölünür 3, 15, 3, 5, 5, 1. Sadə bölən deyəndə müxtəlifləri götürürük. 2, 3, 5, 3 dənə. Təkrarları götürmürük. Bunların əbubunu tapırıq. Bunların əbubu 12-dir. Özünüz hesablayıb taparsınız asanlıqda. Deməli, 4-cü sualda da deyir, əkyob tap. 65 ilə 150-yə əkyob tapırıq. Deməli, yenə sadə vuruqlarını ayırırıq. 150-də olmayan vuruqlara vururuq. Məsələn, 65, 13 vur 5 deməkdir. 13 vuruğu 150-də yoxdur. 150-ni 13-ə vuracaq. Deməli, bura cavab 1950 olacaq. Əbub A bölünsün əkyob A B bərabərdir C-yə. C də ortaq olmayan vuruqların hasilidir. Biz bunların ortaq olmayan vuruqların hasilini tapacaq. Yəni 60-ı sadə vuruqlarını ayırıq, 80-də sadə vuruqlarını ayırıq. Gəl ikisinə də böyüdən başlayaq, tez olsun. 5-ə bölünür, ikisi də 12 olur, bu da 16 olur. 2-yə bölünür, 6, 2-yə bölünür, 3, 3, 1, bu da 2-yə bulan, bunun 4-dən hamısı 2 gedir. Ortaq olmayan, bax, bu 5-lər var, bu 2 var, bu 2 də var, bunlar da 3, bir də 2-dən 2, 10 gedir. A və B sadə ədədlər olarsa, sadə ədədlərin əbubu 1-ə bərabərdir. Çünki sadə ədədlər qarşılıqlı sadə ədədlərdir. Yenə bunlara əkyob deyir. Ən böyük burada 5 vur 5 vur 5, 125-dir. Burada 2 dənə, 100 2 dənə 2-dən, 2-dən 5-dən ibarətdir. 5-lər var. Burada 2-lər yoxdur. 2-dən 2-yə, yəni 4-ə vururuq. Burada 3 vuruq da yoxdur, 9-a vururuq. Deməli 500, 509 vuranda 9, 4500. Burada da yenə hər ikisi ilə bölünən ən kiçik deyirsə, əkyob yadıza düşməli. Bunlara əkyob tapıb üstünü 3 gələcək. 48-dən 15-ə əkyob tapacaq. 48-ə vururuq 5-ə. Çünki burada 3 vuruğu var. 48 3-ə bölünür, amma 5-ə bölünür. 240, üstünə də 3 gələndə 243. Burada da həmin qaydadan əbub A B vurulsun əkyob A B bərabərdir A vur B qaydasını istifadə edirik. Yəni 48 vur x bərabərdir 144 vur 6. Gəl bunu yenə kəsr xəttini bölmək kimi yazaq. İxtisardan istifadə edək. Deməli olur 10, 144-ü 8-ə böləndə 18. Demək x oldu 18. 10-cu da yenə uyğunluqdur. C deyəndə bunlar bir-birinə böləcək. A vur B deyəndə bunlar bir-birinə vuracaq. Deməli 105-i 7-yə böləndə eləyir 15. Deməli C-si 15-dir. 1 Y. Bir-birinə vuranda 735 eləyir. Elə cavab yoxdur. Burada 635 yazıblar. Ona görə bu uyğun gəlməyəcək. Sonra burada da bir-birinə böləndə eləyir 6. C-si 6-dır B. Bir-birinə vuranda eləyəcək 1734 C. Əkyob A B-yə əbub 1-ə bərabər. Deməli bunlar qarşılıqlı sadə ədədlərdir. 3 də A-ya uyğun gəlir.